Salam. Jurassic Blockly yad elədiyim olsa da, ən populyar karakterlər 5 dənə olur. Bunlarda mən seçəcəm hansılar yaxşıdır. Bunlardan xalını seçəcəm. Nəysə, gəlin başlayaq like və kanaldan. Mən də başlayıram. Popülərlikdə mən ən axırıncı yerə, yəni 5-ci yer Spinozaurusu qoyuram. Bəlkə hamı deyər ki, sən deyirsən bu ən populyardır, amma ən populyar sayılır. Amma ən populyardan məsələn T-Rex, I-Rex onlardan heç nədir. Spinosaurus populyarlığını itirdi. Ona görə o 5-ci yerdədir. Keçək başqa dinozaura. 4-cü yerə mən Tarbosaurus qoyuram. Bu səfər bu Spinosaurusdan biraz populyar. Çünki oyunlarda həmişə siz biraz görəcəksiniz Tarbosaurusdan, Spinosaurusdan daha çox. Ona görə Tarbosaurus 4-cü yer tutur. Keçək başqa karakter. 3-cü yer Giganotosaurus. Giganotosaurus həm Tarbosaurus, həm Spinosaurusdan daha populyardır oyunda. Ona görə Giganotosaurus 3-cü yer tutur. Keçək başqa dinozaura. 2-ci yer başa düşürsüz I-Rex. Belə düşünsək, I-Rex-i mən xal verərəm. Çünki hər qadan bu həm baha karakterdir saysaq, həm də ən populyar karakter. Çünki 75.000 çox bahadır. Amma hamı alır, hamı da görsənir. Bütün oyunda göstərir I-Rex-i. Ona görə mən xal verəcəm buna. Amma I-Rex T-Rex'in populyarlığına yaxındadır. Çünki T-Rex bütün oyunlarda siz girəndə həmişə T-Rex göstərəcək sizə. Bu da demək ki, T-Rex populyarlığı çoxdur. Xal T-Rex və I-Rex-ə. 5-ci yer skinlər sayında Giganotosaurus-u mən 5-ci yer qoyuram. Çünki 2 dənə skini var. Bunlardan Prologirex və Sophirex şəkli. Keçək başqa dinozaura. 4-cü yer Tarbosaurus. 3 dənə skini var. Birinci skini var, ikinci skini var və üçüncü skini. Bu demək ki, 4-cü yer tutur. Keçək başqa dinozaur. 3-cü yer Spinosaurus. Spinosaurus'un 4 skini var. Hamısı da yaxşıdır. Posta T-Rex-dən kimi eynidir. Amma T-Rex-ə bir skinə görə ona mən yer qaldıracam. Və ən axırıncı mən şok oldum ki, ən çox skin olan sayı Indominus Rex-dədir. Çünki 6 skin dalbadal, həm də karakteri eyni güncələmədə bu yaradanlara nə deyim? Ona görə xal I-Rex-ə. 5-ci yer gücdə Spinosaurus tutur və 465 dəməklə. Bu qədər səhvdir, amma belə baxmasaq sürəti çoxdur. 4-cü yer Indominus Rex tutur. Belə desək, gücü saysaq bütün ataklarını, onda olacaq 500. Belə saysaq o da az olur. Nəysə, keçək başqa karakter. 3-cü yer Tarbosaurus tutur. Əgər bütün ataklarını saysaq, olacaq 517. Bu da 3-cü yer tutur. Keçək başqa karakter. 2-ci yer Giganotosaurus. Giganotosaurus bütün ataklarını saysaq, olacaq 535. O da 3-cü yer tutur. Keçək başqa dinozaura. Və hamı başa düşdü. 1-ci yer Tyrannosaurus. Əgər bütün ataklarını saysaq, onda 580 dəmək olur. Bu da 1-ci yer tutur. Hal T-Rex-ə. 5-ci yer canda Tarbosaurus tutur. 1925 canla. 2-ci yer Spinosaurus 2000 canla. 3-cü yer T-Rex 2100 canla. Və I-Rex 2375 canla və ən axırıncı Giganotosaurus 2600 canla. Xal Giganotosaurus-a. Nəysə, bu qədər bəsdir. Əgər davamlısınızsa like və kanaldan biz sağlaşıq. Sağ olun.